Bu mənim ilk işlədiyim məktəbdir. 2018-ci ildə təyyinat üzrə bu məktəbə daxil olmuşdum və buradan işləməyə başlamışdım. Bu bizim sevgi ocağımızdır. Nə qədər yeni məktəblərə köçsək belə, bu mənim üçün həmişə tarixi nadir abidə kimi qalacaqdır. Çünki mən burada başlamışam, burada fəaliyyət göstərmişəm və hər deyim köşəsində, küncündə bizim sevgi dolu xatirələrimiz var. Mən şagirdlərimdən həmişə soruşurdum ki, sizin 5 arzunuz mənə yazın ki, mən onu burada olduğum müddətcə sizə reallaşdıra bilim. Və o arzular da ki, mənim əlimdən gələn bir arzular olsun. Biri bizim evə getmək idi, bizim evə, doğduğum evə getmək idi. Bu arada Zövlədədir. Bəli, bəli. Digəri parka getmək idi, parka getməyi arzu ediyordular. Daha sonra onlar məktəbdə bir fəaliyyət istəmişlər ki, kino film izləmək. Mən onu məktəbdə izlətdirmişdim onlara. Əslində onlar kino zalı istəmişdilər. Mən sadəcə imkana görə məktəbdə həmin kino teatrı qurmuşdum. Bəlkə videolarda görmüşdünüz. Görmüşük. Bəli. Daha sonra dənizi görmək istəmişdilər və mənim üçün ən təsirli oldu ki, uşaqlar dənizin rəngini soruşanda yəqin ki, mavidir də. Mən şəkildə mavi görmüşük, yəni belə görməmişik deyirdilər. Və bu mənim üçün çox təsirli idi. Çünki dənizdə su var, yəni onlar suyun rəngi ən azı bilməli idilər, düşünürdüm. Onların xəyal dünyası çox kiçikdir və mən istərdim ki, bunu genişləndirim onlar üçün və onları dənizə apardım. Və onlar üçün ən demək olar ki, önəmli nöqtə oldu ki, onlar dənizi gördülər, həmin 5 arzuların içərisində və dənizə getməyin üçün də yağışlı günü seçdim. Bunu özəlliklə özüm seçdim. Çünki mən uşaqlara balıq tutmağı deyil də, balıq tutmaq üçün nələr lazımdır onu öyrədirəm.